Salam dostlar, mən Giper'de bugün War Thunder'da 700 bileti açtım. Yani aldım. Reklamlara baka aldım. Ondan sonra bir dakika. Deməli, bugün dedim də 700 bileti açmışam. Belə və bir dənə tank açdım 700 biletdən. Yəni bura qədər indi təxmin eləyin də nə açmışam. Təxminlərinizi alım. 5 saniyə vaxt verirəm. 5 4 3 2 1 0. Vickers Market'də. Doğru. Yəni Vickers Market'də açdım. Necə düşdü hələ də bilmirəm. Gördüyünüz kimi 1600 qızıla qalxdım. Və bir də belə də avatar düşdü. Yəni hadi bax. Bugün Vickers Market'də play eləyəcəm. Obyekt 120'ni də açdım bu arada. Ne vaxtdan da yoxam. Evet, bu da 400 qırır. Deyən görüm, buna bir dənə Zusu ilə vursaq nə olar? Varsayılan... Aha, bu. Deməli. Vuraq! Baxaq görək. Oy, heç nə olmur. Bir də buraları tarasaq. Ay. Gəl. Yaxşı çıxmasa bura. Heç də eləyəmir. Və indi desəniz ki, şablonluq nəyə gedirsən? Buna gedəcəm. Şablonluq 9 kilo, 61. 9 kilodan 140 dənə fərqi var. Amma yenə də ne bileyim, onsuz da Panzer 2000 açandan sonra elə bil Panzer 2000 Hu'nu açmış oluram. Yəni əslində Panzer 2000'i yəni necə deyim, Nemetlər, Almanlar düzəldibdi. Və Panzer 2000 Hu mən bilən hardasa SSR-i elə bir 2-ci Dünya müharibəsindən sonra olubdu. Yəqin ki, atmıram da təxminən deyirəm 2000-ci ildən yaranıbdı 2010'a qədər. Maksimum belə olmalıdır. Yəni başqa heç nə ola bilməz. Heç bu var idi məndə. Heç bu da yazılan mənə düşdü. Bu Ariata Pesva hoşuma gəlir. Yəni ardasa 600 qırır da. Deyim 600. DM yox ha. DM 53'dür bu. 620 ha. 2 dənə 600'lük. Mən bilən bir A1, bir dənə də Ariata Pesva. Mən bilən də. Bunu saya bilərik yoxsa yox 590 qırır. 10 mm-lik fərq nədir? 5. Evet, geldim. Ama ben bunu isterim. Bunu da yok. Bunu isterim. Ya siz niye? Kev. Olsun Kev. Bu 580 qırır. Ve M1 A1'den hiçbir farkı yoktur. Ürettikçe. Mesela bu AMP1. 520. Ha, elə bildim M1 A1 aşçı. Evet, M1 A1 aşçı 530 qırır. Neydi bu? Ha, heç. Sonra bir də Ariata Pesva 620 qırır. Belə də, bir də bunu var idi. Xoşlayıram bunu. 590 qırır. Məndə əksəriyyəti deməyəm də bir çox tank
şey qırır. 590, 580, 600 qramlar var məndə. Amma çox yoxdur. Bir dəqiqə mən işığı artırım burada. Pis görünür. Bəli, artırdım və qripəm. Gameplay eləyək. Bu arada təkcə Vix'la gameplay eləyəcəm. Ondan sonra bir də obyektlə eləyəcəm. Bu da bu. Bu dəhşət şeydir ha. Bunun puskası niyə bu qədər uzundur? Bəli deyil, et. Başlayaq. Rastgele xəritə. Random xəritə. Əlləri hazır yenidən. Ne gəlir? Baxaq görək. Hay Allah. Mən burnum axır. Mənim də əsəbim oynayır. Məktəbə də gedəndə burnum fırt eləyir deyə. El alamayın. Bomba değil. Bomba değil. Bir de oyun oynayanlar bilər də. Təzə əlini yuyursan, bizə əlin yapışıb qalır belə. Baxmayın, FPS normalde 90, belə 50 nə idi? 90 FPS verir. Dostu video çəkəndə də nə bilim düşür FPS. Biraz düşür də, yəni 30 FPS düşür. Bir de vaxtdan belə şey yaptı. Kırmızı xətti görürsünüz. Bu kırmızı xətt bundan aşağı, daha aşağı elə bilməzsiniz. Mesela baxın, görürsünüz də bu puşqa ilə də burada var. Vuracağı nokta ilə də baxın. Görürsünüz də, mesela bu plusla baxın. Görürsünüz. Burada biri var. Aha, orada getdi. Bu qardaşlar hara vururlar görəm? Mən heç görmürəm. Baxın yerim orada. Oradakı özdə kimdir? Mənim maraqlıdır. Mesela evet. Bir de kartonun başında. Yok acaba ne oldu? Nişancı yerim yetti ya da 8 olmalıdır. Böyle 8. Maksimum mesafə 350. Bir tane tank gəlsin, mən öldürüm nə də. Ve gördüğünüz bunun puaniyeti da öyle adi güllelerden biridir. Ya piç koyun burada. Patlamalıydı. Yanağım kırılmır aslında, o yaxşı şeydi. Yanağım dözür mənim. Yanağımda illusion kimi bir şey olduğuna görə bir də kendinizi daha yola salın. Oh, wow! Hasan çocuğum. Yok patlamadı. İnşallah bunu işleyeceğiz. Ve biraz güllə doldurması zayıftı. Güllə doldurması elə bir çox şey aşağı demirəm, amma güllə doldurması biraz da vaxt alır. Yəni dürüst olun değil mi? Yəni nə yalan deyim ki mən. Amma yaxşı tankdır, xoşuma gəlir. Olmur. Bir daha olsun.
Olur. Tam. Oy. Oy. Oy oy oy. Ay Allah. Ve bu arada düşman bəxtəbəxt tutuzdurub da. Olsun, tanışlayayım da, nə lazım. Haradasa bu dəqiqə 90 qoldum getdi. Belə yox, zəng çıxdı. Dəqiqə gəldim. Dostlar, heç bizdə arada biri olur da, qapı olur, nə bilim. Biraz səslə atdım, gəlməyim ona. Dəqiqə gəlməyim. Burada buradan gitsə, heç də olmayacaq. Biraz adrenalin axtarırıq. Adrenalin. Dostlar, video çox uzun olmasın deyə bəzi hissələrini elə bir boş hissələrini kəsərəm ona görə. Yəni, dərslərim var. Çox deyil də, çox vaxtı azdır. Ona görə dərslərim var. Ona görə. Dostlar, adrenalin axtaranmadım necə. 6-cı. Və 7000 gəldi. 7000. Buradan elə belə nəsə alacam. Nə ya? Məsələn bunu alayram. Gəlmədi. Rap. Kamprat eləyin. Yo. Dolandırılır. Görürəm. Yəni. 36 minut. Və 7-ci gün asılıdır ona görə. Bununla gameplay bir dənə elədik. Sonra ayva yer soruşacaq. Yox. Yəni soruşanda xoşuma gəlmir mənim. Məsələn bu. Bu soruşmur çünki şablonluqdur. Və bir dənə dostlar, ən birinci necə belə şey gəlib ha. Baxın, belə xəttlər var. Məsələn, hədə belə, yəni şablon yox idi. Məsələn, obyektdə belə. Bunlar gələnlər ilk sezonda T80 UK var. Hələ də açamamışam. 591 dənəsini yığmışam. Əsəbimi oynadır o qardaş. Bildiğin boş-boşunu alan dur. Və qutunu qəşəng eləyiblər. Düzün deyim də, qutu qəşəngdir. Vickers getdi, mən şey istəyirəm. Bir abi eyl. Özü Avstraliyanın deyə, belə Avstraliyanın. Düzdür, bu 8.3'e yükseldi. Niye? Çünkü bunu aldım. Yes baby. 20 nokta buna yazıldı. 1.5. Bunu böyle gelir. Evet. 8. Tamam. Gəlenki videoda kurtarmıyorum. Elə bu obyekti eləyirəm. Elə belə də oynayacağım gameplay. Gəlenki videoda deyəncəm şikayət. 3-cü dəfə deyirəm. Gəlenki videoda, yəni 10-cu gün açılanda mən sizə göstərəcəm bu kuşum. 10-cu gün açılanda bu da elə olur. Açılanda bu iki açar 1 milyard faiz alacağım. Açacağım, baxacağım görəm. Nə düşəcək? 1 milyard faiz ya M1 haber elinə düşəcək. Ya bunlardan biri düşəcək də, yəni onu bilirəm. Elə də ola bilər ki, məsələn bu düşdü. Elə su da var ki, bu düşdü. Bu 14 tane açılışdan sonra da heç. Gedək də, neynəyək də. Ay Allah. Məktəbdə belə də gəlmişəm hardasa 1 saat zad olar. Hardasa. Ən çoxu. Adı 2 saat zad olar. Çünki
Bugün 5 dərsimiz var idi, ona görə. Obşum, 8-də də dərslərimiz eləyirəm. Dərslərim düzün deyim, deməliyəm 8-də. Bu vaxtlar olur. Dən puşqanın uzunluğuna baxın. Sığmır ekrana. Neçə inçdir ki mənim? A72 neçə inçdir ki bu sığmır ekrana. Ayda, mən hələ 1-2 sonra iPhone-a keçəndə indi Vickers'ın maketinin şeydir, puşqası belə sığmayacaq şeyə, ekrana. iPhone 16 heç olmasa balacadır. Biraz balacadır. Kablosuz işlətməyi tövsiyə edərəm. Ya da belə kablo alaq, bunu qara rəngdə karbon. Kimi də o? M60 A3 tasası. Başına. Öldüm. Ölmedim. Çok sağ ol, minnettarım. Neyse, burada biraz təmir olun indi. O M60 tasasıya göstərəcəm indi mən. Neyse. Və daşın arxasından da çıxırdı. Deyəm indi gələm. Bunun arxaya getmə sürəti qəşəydir. Siyo. Deyəsən oydu. Tez oynayıram da 3 barmaq oynayıram mən ona görə. M48 A1. Aha, telefon 5%. O birçə şeyə keçib ucu. Bazını qaldı. Neyim ama? Buradan elə qaçıb telefonu şeyləyənlərə. Qoya bilmərəm də zayıfqaya. Dözər. Neyimcə. Magnus Carlsen. Həmişə elə deyərəm. Heç nə olmadı yenə. Bir daha mı vuracaq? Carlsen heç nə oldu. Yo. Düzdür, məndə də mouse var. Bir dənə zaratqaya qoyun. Bir dəqiqə dayanmayın. Çünki öləcək bu axırda. Zaratqaya qoyun. Dayan. 4% qalır. Öncən təyyarədə girim. Nə vaxtdandır təyyarədə girim yəni. 2-3 həftə olar bir. 2-3 həftə olar. Mən bunu döndürənə. Evet, burada. Vuuu. Evet, dış görünü. Silahla. Yes. Ölüm. Allah senden razı olsun. Heç nə eləyəmədim. Siyimi eləmək istədim. CM25 gördür. Ay babasına ne? Küfte darbe. Bilip bilmedi. Vurdum ve öldü. Yəqin yanaraq öldü. Məncə CM25'i öldürmüş. Özdə bunun bir də mən 2 barmaq şeylə oynadım Zaratqaya taxanda. Zaratqanın o mənim 2 dənə barmağımın şəhadət və orta barmağımın arasına keçdiyi üçün mən 2 barmaq oynamaq zorunda qalıram. Belə standartı da 2 barmaq oynayıram. Barmağım taxılı deyil də ona görə.
çıplak deyim də, belə çıplak əllə, yəni qalmaqla oynayıram. Nə var bu? Bayaq əvvəl birinci yeri idim. 2 saniyə ərzində düşdüm mən. Necə baxaq, necə yapır? Yazmaya vaxt yoxdur, 2 saniyə geliyor. Nədənsə 2 turdur ki, dalbadal şey deyirəm. Maçı elə bil, döyüşü şeylə uduram. Düşman bütün araçlarını kaybetti. Elə. Bir dakika. Magic Hydro defa 105. Başka seç. Yaxşı. T80 uçan mənə heç lazım deyil. Çünki T80 uçan varımdı. Mən bilmiyorum. Burada necə atmışam belli değil. Ay Allah. 2600 qızılımın qalxası yaxşı oldu. Platin istəyirəm mən buradan. 10.500'dür. O platin qiymətdə bahadır da. Həm də oyuna pul xərcləmək günahdır. Olsun dostlar. Sağ olun. Mən Gipert'e